Vətəndaş məmnuniyyətinə əsas prioritetə çevirən Dost Agentliyi bugün yaranmasının 8-ci il dönümünü qeyd edir. Biz isə hazırda bir saylı Dost mərkəzindəyik. İndi isə Dostun ötən illər ərzində qazandığı uğurlara və bugünkü ab-havaya birlikdə nəzər salaq. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflığı, operativliyi və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan Dost layihəsi 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Dost Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Hazırda ölkə üzrə 7 Dost mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdə vətəndaşlara 15 istiqamət üzrə 164 xidmət göstərilir. Ən çox müraciət olunan xidmət növümüzdə sosial müdafiə istiqaməti üzrədir. 60%-dən çoxunu təşkil edir. Bura əmək pensiyaları, sosial müavinətlər, prezident təqaüdləri kimi xidmətlər daxildir. Dost mərkəzlərinə müraciət edən köməyə ehtiyacı olan ahali şəxslərimizin biz evdə səyyar xidmət göstəririk. Vətəndaşlarımızın həyat keyfiyyətini təmin etmək məqsədi ilə onlara Dost mərkəzləri tərəfindən evdə ödənişsiz qaydada sosial məişət xidməti təqdim edirik. Yaxın gələcəkdə əlbəttə ki, əsas hədəfimiz olan elektronlaşma və xidmətlərimizin proaktiv qaydada təqdim edilməsini icra edənkən biz süni intellektdən istifadə edirik. Bizim elektron xidmətləri nəzərə yetirsək, bizim elektron xidmətlərimiz 80 dövlət qurumu ilə mübadiləli şəkildə işləyir ki, bu da vətəndaşlarımızın həmin dövlət orqanlarına müraciət etmədən məlumatların əldə etməsinə imkan verir və digər bizim proaktiv olmayan, elektron olmayan xidmətlərimizin də elektronlaşıb və proaktiv qaydada təqdim edilməsinə çalışırıq. Daha çox 20-30 vətəndaşa xidmət göstəririk. Hər bir vətəndaşın müraciət istiqamətləri fərqlidir. Vətəndaşlar bizə müavinət, sosial yardım, təqaüd üzrə müraciət edir. Vətəndaşlara bir dəfəlik və aylıq müavinətlər təyin olunur və biz də vətəndaşlara keyfiyyətli xidmət göstərmək üçün vətəndaş müraciətlərini qəbul edirik, vətəndaşları dinləyirik və keyfiyyətli xidmət göstərmək üçün dəstək oluruq. Arayışla əlaqəli gəldim Dost xidmətinə. Bundan 3-cü dəfədir mən bura gəldim. Həmişə mən buradan razı olmuşum. Həmişə məni gözəl qarşılayıblar. Bu Dost xidmətinə minnətdarıq. Çox gözəl qulluq edirlər. Dostun əməkdaşı qeyd edib ki, müraciətlər zamanı vətəndaşların hüquqlarının bərpası ilə bağlı çoxsaylı müsbət nümunələrə rast gəlinir. Bir vətəndaş müraciəti var idi ki, pensiya hüququ bir neçə il öncə yaranmışdı. Vətəndaş bəzi səbəblərdən xaricdə olduğundan yaxınlaşaraq məlumat əldə etməmişdi. Pensiya sistemindən məlumatlarına baxdıq. Məlum oldu ki, vətəndaşa hüququ yaranan tarixdən avtomat qaydada əmək pensiyası təyin edilmişdir. Bütün pensiya aylıqları, aylıq vəsaitləri kart hesabına köçürülmüşdür. Vətəndaşa banka növbə verdik. Vətəndaş çox razı şəkildə bankdan kartını əldə edərək vəsaiti əldə etdi. Minlərlə vətəndaşın üz tutduğu Dost mərkəzlərində hər müraciətin arxasında bir insan hekayəsi, hər həll olunan məsələnin arxasında isə operativ xidmət dayanır. 8 ildə qazanılan etimad göstərir ki, Dost sosial xidmətlərdə yeni yanaşmanın uğurlu nümunəsinə çevrilib.